Adi maaşımızla borclardan necə azad ola bilərik? Mənə verilən ən tez-tez suallardan biri budur. Təəssüf olsun ki, müasir bank sistemləri bütün dünyanın orta sinifi, orta aşağı sinifi və ümumiyyətlə hər bir insanı yeni köləlik modelinə çevirmək istəyir. Siz daim olaraq borc içində yaşayasınız. Yəni ki, eviniz kreditdən olsun, maşınınız kreditdən olsun, telefonunuz kreditdən olsun. Bu ABŞ-də keçən əsrin ortalarından başlayan bir tendensiyadır və bizə də gəlib çatıbdır. Bizdə də insanlar bir xeyli borc içindədir və sən borc içində olanda investisiya necə pul arayacağını bilmirsən. Mən bütün insanlara həmişə və hər zaman deyirəm ki, ayağınızı yorğanınıza görə uzadın. Lazımsız borclardan çəkinin. Mən anlayıram ki, müasir zamanda cavanlar ev almaq istəyirlərsə, bunu nəqd pulla etmək çox çətindir. Amma ipotekanı seçəndə də belə minimum sahə, minimum xərclərlə 10, maksimum 15 ilə bağlayacağınız ipotekanı götürün ki, siz bu pik vaxtınızda 20 yaşınızda götürürsünüzsə 35 yaşına kimi tam azad olasınız. İpoteka borclamasını gedib sizin 40, 45, 50 yaşlarınıza gedib çıxmasını. Balaca ev alın, böyük ev almayın. Ayağınızı yorğanınıza görə uzadın. Heç vaxtları avtomobili borc almayın. Heç vaxtları telefona borc almayın. Heç vaxt televizor borc almayın. Heç vaxt mikrodalğanı sobanı borc almayın. Bunlar hamısı əşyalardır. Bunların heç birisi xoşbəxt etməyəcək. Siz balaca 32 düym televizorda da xoşbəxt filmlərə baxa bilərsiniz sevdiyiniz insanla. 100 düymlü televizorda da bədbəxt olaraq serialları seyr edə bilərsiniz. Bunların heç birisi xoşbəxt eləməyəcəkdir. Ev vacibdir. Mən anlayıram ki, cavanların ipotekadan başqa yolu yoxdur ev almağın bu günləri Azərbaycanda. Amma o demək deyil ki, gedib 100 kvadratlıq ev almalısınız. Gedin 35-40 kvadratlıq balaca bir ev alın, təmir edin. Bu borcu maksimum tez bağlayın. Daha çox gəlir əldə edin ki, bunu bağlayasınız. Bu fəlsəfi yanaşmadır. Gəlin praktiki addımlara keçək. Siz nə edə bilərsiniz? Əgər çoxlu borc yığmasa, telefon borcunuz var, mən nə bilim, məişət avadanlıq almasa son borcunuz var, ipoteka borcunuz var. İlk və etmək vacib olduğu odur ki, borcları prioritetləşdirməkdir. Anlayın, ən balaca borc hansıdır və ən böyük borc hansıdır. Və balaca borcları bağlamaqdan başlayın. Ən balacası nədir? Misal üçün, hansısa bir məişət texnikası almışsınız, 200-300 manat borcunuz qalıbdır ona. İlk olaraq onu bağlayın. Həmin ay nə yeyin, nə için, düyü təkcə yeyin, çörək təkcə yeyin, kartof təkcə yeyin. Bu 200-300 manat eləyin, o borcu bağlayın, bitsin, geçsin.